Oyunumuza xaricdən qonaqlar gəlmişdi. Yanılmıramsa Özbəkistandan idi, amma Qazaxıstandan da ola bilər, tam xatırlamıram. Mənə də kontent çıxdı, mən də başladım çəkməyə. Burada nədən danışırdılarsa tam xatırlamıram. Onsuz da o vaxtda başa düşməmişdim. Sadəcə oturub dərs təkrarlayırdım. Həm dedim bir tərəfdən kontent olar. Bu qəhvəyi üstə aldıqdan sonra durmadan qəhvəyi göz makyajları etmişəm. Sizcə necədir? Mənə yaraşır. Mənə ən çox hansı geyim tərzlərini yaraşdırırsınız? Rəylərə yazın. Məndə məncə ən çox old money tərzi yaraşır. Ən acınacaqlısı da budur ki, hamımız başa düşərik deyən ruslar danışıblar, amma yenə heç birimiz heç nə başa düşmədik. Canım müəlliməm, arada biz fəxrları da düşünüb Azərbaycanla danışır, hələ orada bir ara tərcüməçilik də eləmişdi. Burada nəyə güldüyümü heç mən özüm də bilmirəm. Burada ona görə əsəbləşirəm ki, mən bayaqdan bəri aynanın qabağına video çəkəcəm və arxada bir qız görünəndə, ya üzü düşəndə, ya da küçəsi gedəndə insanların xoşuna gəlmir. Mən də hamını düşünüb çalışıram ki, artıq heç kim olmayan vaxtı orada video çəkeyim, şəkil çəkeyim. Arxadakı qızlar da məni görürlər, məncə görmüşdülər, amma yenə də mənim o qədər gözlədiyimi görə önə gediblər. Yəni sanki biz orada balqabaq zadıqsa. Xahiş edirəm bu qədər düşüncəsizlik eləməyək. Evimizin yox, universitetin aynasıdır. Axırda belə bir video çəkdim. O qədər gözlədikdən sonra, əsəbdən sonra məncə çox da yaxşı alınmadı. Yenə də belə bir video çəkmək istədim ki, xatirə qalsın. Bu dərsmin ya qışımın ən mühüm kombinidir. Sizcə necədir? Burada yanılmıramsa bir alt qrupdan söhbət eləyə yol gedirdim. Sizləri göstərirəm, mən dərd deyiləm. Takip edib bəyənməyi unutmayın.